bölməsindən buxarlanma, kondensasiya, sublimasiya, desublimasiya, buxarlanma istiliyi və böhran temperaturu mövzusunun izahlarına başlayaq. Joule bölünsün kiloqram hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Cavab olacaq xüsusi buxarlanma istiliyi. Xüsusi buxarlanma istiliyi, xüsusi yanma istiliyi, xüsusi ərimə istiliyi, onların hamısının vahidi joule bölünsün kiloqramdır. Müəyyən temperaturda mayenin bütün həcmində baş verən buxarlanma, bütün həcmdə baş verən buxarlanma adlanır qaynama. Vahid zamanda mayenin tərk edən molekulların sayı hansı fiziki qəmiyyətlə müəyyən olunur? Bu əlbəttə ki, buxarlanmanın sürətidir. Normal atmosfer təzyiqində suyun qaynama temperaturu neçə Farenheitə uyğundur? Deməli, bunun üçün nə edək? Farenheit bərabərdir 5-9 T-Selsi. Üstə gələk 32 düsturundan istifadə edib tapaq. 5-9. Deməli, suyun qaynama temperaturu. Su Selsi şkalasında 100 dərəcədə qaynayır. Ona görə T-Selsin yerinə 100 yazırıq. Üstə gələk 32. İxtisar getdi 20. Olacaq 180 üstə gələk 32. Bu da bizə 212 Farenheit verəcək. Cavab olur D variantı. Yer səthindən hansı yüksəklikdə suyun qaynama temperaturu daha aşağıdır. Ümumiyyətlə, qaynama temperaturu xarici təzyiqlə düz mütənasib asılıdır. Biz yer səthindən hündürlüyə qalxdıqca xarici təzyiq aşağı endiyindən orada deməli qaynama temperaturu da aşağı düşür. Ona görə də ən hündür zirvədə qaynama temperaturu daha aşağı olacaq. Yəni burada ən hündür olan 1000-dir. Yəni C variantı. Xarici təzyiqin hansı qiymətində suyun qaynama temperaturu daha yüksəkdir? Suyun qaynama temperaturunun yüksək olması üçün dedik xarici təzyiqlə düz asılıdır. Xarici təzyiq çox böyük olmalıdır. Burada da ən böyüyü 150 kilopaskaldır. Xarici təzyiqin hansı qiymətində suyun qaynama temperaturu daha aşağı olar? Əlbəttə ki, daha az təzyiqdə. Çünki düz mütənasib asılıdır. Dağın ətəyində və zirvəsində ağzı açıq qabda suyun qaynama temperaturları arasında hansı münasibət suyun? Əlbəttə ki, dağın ətəyində zirvəsindən daha tez qaynayacaq. Daha yüksək temperaturda qaynayacaq. Yəni cavab olur A variantı. Hansı hallarda buxarlanma sürəti artacaqdır? İndi baxaq. Buxarlanmanın artması üçün buxarlanma sürəti nədən asılıdır? Temperaturdan asılıdır. Temperatur artanda buxarlanmanın sürəti də nə olacaq? Artacaq. Bundan başqa, temperaturu artıranda, yəni azaldanda yox. Səthin sahəsi ilə düz mütənasib asılıdır. Səthin sahəsi nə qədər geniş olsa, buxarlanma bir o qədər sürətli baş verəcəkdir. Bundan başqa, buxarlanma xarici təzyiqlə tərs asılıdır, amma qaynama xarici təzyiqlə düz asılıdır. Ona görə biz səthin üzərindəki təzyiqi azaltsaq, buxarlanma sürəti də artmış olacaq. Onun 1-3-6 cavab olur B variantı. Mayenin qaynama temperaturunu hansı yolla aşağı salmaq olar? Qaynama temperaturu ancaq xarici təzyiqi azaltmaqla, maye üzərinə düşən xarici təzyiqi azaltmaqla biz aşağı sala bilərik. Yalnız 2. Qaynama temperaturuna götürmüş 20 qram spirti buxara çevirərkən aldığı istilik miqdarı bərabərdir LM. L 9 vur 10 üstündə 5. 20 qramı da çevirməliyik. Kiloqramı 10 üstü mənfi 3-ə vuracağıq. Bu da bizə 18 kJ verəcək. Baxaq 12-yə. 100 Selsi temperaturda 4 kiloqram su buxarı eyni temperaturlu suya çevirəndə daxili enerji necə dəyişəcəkdir? Baxın, deməli, su buxarını suya çeviririk. Su buxarını suya çeviririksə, bu zaman soyuma prosesi baş verməlidir və daxili enerji mütləq azalacaq. Bunu da tapanda nə edirik? Elm şəklində tapırıq. 2 tane, onda 3, 10 üstündə 6-nı vururuq 4-ə. Bu da bizə verir 9,2 megajoule azalacaqdır. Azot qazı üçün böhran temperaturu 126 Kelvindir. Hansı temperaturda deməli qazı mayeyə çevirmək olmaz? Çevirmək olmaz. 126 Kelvindən yüksək temperaturları çevirmək olmaz. 180, digərlərsə 126-dan azdır. Sonra baxaq 14-ə. Müəyyən temperaturda mayenin bütün həcmində baş verən deməli buxarlanma prosesinə 4. Buxarlanma prosesinə qaynama deyilir. Qaynama o zaman başlayır ki, qabarcıq daxilindəki deməli doymuş buxarın təzyiqi 5. Xarici təzyiqə bərabər olsun. Qaynama zamanı maye və onun üzərindəki buxarın təzyiqi dəyişmir. Sonra mayenin qaynadığı temperatur qaynama temperaturu adlanır. Bu temperatur mayenin növü mü maye daxilidən xarici təzyiqdən asılıdır. Yəni cavab oldu 4, 5, 2, 1, 3. Baxaq 15-ə.
Öz mayəsi ilə dinamik tarazlıqda olmayan buxar adlanır doymayan buxar. 5. Dinamik tarazlıqda olan buxar isə doyan buxardır. 2 də bura getdi. Bundan başqa. Dinamik tarazlıq halında vahid zamanda mayeyə qayıdan molekulların sayı mayenin tərk edən molekulların sayına bərabər olmalıdır. Dinamik tarazlıq halında 4 getdi bura. Sonra havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatura deməli deyilir şeh nöqtəsi. 3 getdi bura. Havadakı su buxarının sıxlığı şeh nöqtəsinə uyğun doymuş buxarın sıxlığına bərabər olur. 1 də getdi bura. Cavab olur 5, 2, 4, 3 və 1. Baxaq. Deməli, mayenin qaynama temperaturu mayenin kütləsindən asılı, qrafik asılı deyil. Qaynamaqda olan mayenin temperaturu zaman, əgər maye qaynayırsa, burada nə olur? Temperatur dəyişmiş. Cavab D variantı. Sonra, su buxarlanma istiliyi kütlədən asılı deyil. Yalnız növdən asılıdır. Sonra, böhran temperaturu hansı nöqtəyə uyğun gəlir? Baxın, böhran temperaturu bu T4-ə uyğun gələcək. Cavab B variantı. Sonra, 100 Selsi temperaturlu 4 qram su buxarı eyni temperaturlu suya çevirərkən daxili enerji. Yenə yuxarıdakı sualda deyəsən, bu. Su buxarını suya çeviririksə, daxili enerji azalacaq. 4 vurulsun 10 üstündə -3 qramda kiloqrama çevirməliyik. Vuraq 2,3 10 üstündə 6 çünki meqadır. Bu da bizə nəyi verəcək? 9,2 kilojoulu. Baxaq 6-ya. Xüsusi buxarlanma istiliyi, buxarlanma istiliyi. Buxarlanma istiliyinin vahidi jouldur. Hər ikisi skalyar cəmiyyətdir. Xüsusi buxarlanma istiliyinin vahidi isə joul böl kiloqramdır. 3 də getdi bura. Və hər ikisi maddənin növündən asılıdır. Sonra kütlədən asılı olan buxarlanma istiliyidir. 5 getdi bura. Xüsusi buxarlanma istiliyi isə kütlədən asılı deyil. 6 da getdi bura. Baxaq C variantının izahlarına. Qaynama temperaturuna götürülmüş 4 kiloqram spirtə 1700 kilojoul istilik miqdarı verməklə hansı hissəni buxara çevirə bilərik. Biz bilirik ki, Q nəyə bərabərdir? L, M-ə. Gəlin buradan kütləni tapaq. Q bölünsün L-dir. Baxın, 1700 kilojoul istilik verilibdir. Sonra buxarlanma istiliyində verib xüsusi buxarlanma istiliyi də 8,5 10 üstündə 5 10 üstündə 3'dür. Deməli, bunlar hamısı ixtisar gəlsə, bu da qalır 2 kiloqram. Deməli, biz 1700 kilojoul istilik verməklə 2 kiloqram kütləli deməli, spirti buxarlandıra bilərik. Bizə deyir ki, bu da 4 kiloqram spirt yazıb. Deməli, 2 4-ün yarısıdır. İxtisar gedəndə qalır 2-də 1-i. Yəni 1700 kilojoul verməklə 4 kiloqram spirtin yalnız yarısını buxarlandıra bilərik. Sonra 4 qabda eyni kütləli və eyni temperaturlu su vardı. Hansında buxarlanmanın sürəti ən böyükdür. Buxarlanmanın sürətinin ən böyük olması üçün sətin sayısı ən böyük olmalıdır ki, buxarlanma daha tez baş versin. Bu da 4-dədir. Tutalım, stəkanda su, çay daha tez soyur, yoxsa nəlbəkidə? Əlbəttə ki, nəlbəkidir. Çünki nəlbəkinin sətin sayısı genişdir. Ona görə də buxarlanma daha sürətlə baş verir. Burada da deyir ki, kütlə ən böyük olsun. M nəyə bərabərdir? Q bölünsün Q-yə. M-in ən böyük olması üçün Q ən böyük olmalıdır. Gəlin seçək. Kiçik Q isə ən kiçik olmalıdır. Harada kəsişdi? 2-də. Cavab olur D variantı. Qaynama temperaturunda olan kütləsi 5 kiloqram olan suyun 40%-ni buxara çevirmək üçün lazım olan istilik miqdarı. 5-in 40%-ni tapaq. Düzdürmü? Mənə verəcək 2-ni. Kiloqramı. 2 kiloqram. İndi Q bərabərdir L M-ə. 2 vurulsun. Burada kiloqramda heç çevirməyəcəm. Vurulsun. 2,3 megajoul. Cavabı da megajoul'la istəyir. Onda olacaq 4,6 megajoul. Buxar mövzusunun izahlarına baxaq. Deməli, oksigen qazı üçün böhran temperaturu 155 Kelvindir. Hansı temperaturda onu oksigeni, daha doğrusu oksigeni mayeyə çevirə bilərik. Bilirik ki, T Kelvin bərabərdir T Selsi üstəgələ 273-ə. İndi Kelvini verib 155 bərabərdir T Selsi üstəgələ 273. T-ni tapırıq, eləyir 118. Mənfi 118 Selsi. Çünki biz 118-dən daha kiçiyi götürməliyik ki,
mayeyə çevirmək mümkün olsun. Digərləri özündən böyük olduğuna görə ən kiçiyi götürməliyik. Sonra baxaq bura. Deməli, sabit temperaturda T sabitdir. Maye üzərindəki doymuş buxar genişlənəndə, yəni həcmi artanda konsentrasiya təzyiq necə dəyişir? Əgər T konstantdırsa, təzyiq, sıxlıq, konsentrasiya həcmi nə qədər də dəyişsək, doymuş buxarda dəyişməyəcək. Ona görə hər ikisində cavab olur, yəni hər ikisində dəyişməz olur. Yenə sabit temperatur sözü görürüksə, sıxlıq dəyişməyəcək. Sabit temperatur sözü görürük, konsentrasiya dediyimiz kimi dəyişməyəcək. 4 dollara variantı. Baxaq 5-ə. Mayenin sərbəst səthində baş verən buxar əmələ gəlmə prosesinə biz deyirik buxarlanma. 4. Müəyyən temperaturda mayenin bütün həcmində baş verən deməli, buxarlanma prosesinə deyilir qaynama. 5 getdi bura. Mayenin qaynadığı temperatura qaynama temperaturu deyilir. Mayeyə edilən xarici təzyiq artanda qaynama temperaturu yüksəlir və əksinə azalanda az aşağı düşür. 4, 5, 2, 1, 3. Sonra müəyyən temperaturda mayenin bütün həcmində baş verən buxarlanma prosesinə proses deyir. Bu da qaynama olacaq, qaynama. Maddənin maye haldan qaz halına çevrilmə prosesinə buxar əmələ gəlmə deyilir. Mayenin sərbəst səthində baş verən buxar əmələ gəlmə prosesi sərbəst səthdə baş verirsə, bu buxarlanmadır. 4 getdi bura. Öz mayesi ilə dinamik tarazlıqda olmayan buxara doymayan buxar deyirik. Dinamik tarazlıqda olana isə doyan buxar deyirik. 3, 1, 4, 5, 2. Öz mayesi ilə dinamik tarazlıqda olan buxara doyan buxar deyirik. 4. Doymayan buxar. Dinamik tarazlıqda olmayan buxar isə deyirlər doymayan buxar. 6 da getdi bura. Doymayan buxar izotermik sıxıldıqda doyan buxar isə demək izotermik genişləndikdə doymayan buxara çevrilir. Maye ilə onun doyan buxar arasında fiziki fərqin yox olduğu temperatura deyilir nöqtəsi. Daha doğrusu böhran temperaturu üzr istəyirəm. Böhran temperaturu. Havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatur isə nöqtəsi adlanır. Yəni 4, 6, 1, 5, 2 və 3 düzgün cavabdır. İndi isə test B-nin izahlarına baxaq. Doymuş buxar izotermik sıxıldıqda kütləsi və konsentrasiya. Konsentrasiya dəyişməyəcək. Çünki demişdik T konstant olanda P-roin dəyişmir. Kütləyə baxsaq, M nəyə bərabərdir? Rho V-yə. Biz dedik ki, sıxlıq dəyişmir də. Doymuş buxar izotermik sıxlıqda. İzotermik sıxırıqsa, onda həcmi azalır. Həcm azalırsa, onda M də azalmalıdır. O sabit olan M-nə və düz asılıdır. Ona görə buxarın kütləsi azalacaq, konsentrasiyası isə dəyişməyəcək. Baxaq ki, sabit həcmdə verilmiş kütləyə doymamış su buxarının temperaturunu 100% artıranda sıxlıq necə dəyişəcəkdir? Deməli, həcm sabitdirsə, sıxlıq da dəyişməyəcək. 2A variantı. Sabit temperaturda verilmiş kütləyə doymamış su buxarının sıxlığını 4 dəfə artıranda təzyiq necə dəyişəcəkdir? P bərabərdir Rho RT bölünsün M. Burada doymamış buxardır deyir, ideal qaz qanunlarına tabedir. Temperatur sabitdirsə, P ilə Rho düz asılıdır. Sıxlıq 4 dəfə azalanda təzyiq də 4 dəfə azalacaq. Daha doğrusu artıraq deyir, burada üzr istəyirəm, artıraq. Sıxlıq 4 dəfə artırsa, təzyiq də 4 dəfə artır, cavab olur A variantı. Baxaq 4-ə. Sabit temperaturda doymuş su buxarının həcmini 2 dəfə azaldanda onun kütləsi necə dəyişəcək? M bərabərdir Rho V-yə. Biz demişdik ki, temperatur sabit olanda P-roin dəyişmir. Yəni Rho dəyişməyəcək. Həcmi 2 dəfə azaldıramsa M-lə V düz asılında mənim kütləm də 2 dəfə azalmış olacaq. Cavab olur A variantı. Doymuş buxarın təzyiqinin mütləq temperaturun asılığı bu şəkildədir. Hansı qrafik sabit temperaturda verilmiş kütləli doymamış su buxarının, burada doymamış su buxarı deyir. Doymamış deyirsə PV bərabərdir nÜRT-yə. Temperatur sabitdirsə P ilə V tərs asılıdır. Çünki ideal qaz qanunlarına tabe olur. Doymamış buxar. Sabit temperaturda doymuş su buxarının konsentrasiyası həcmindən asılı deyil. Baxaq 8-ə. Burada görürük ki, doyan buxar bir haldan iki halına keçəndə nə olur? Baxın, burada görürük ki, T konstantdır. T konstantdırsa P, Rho, N həcmdən asılı olaraq dəyişməyəcək. Ona görə mənim sıxlığım da dəyişmir. Sonra təzyiqim də dəyişmir. İndi kütləyə baxaq. M bərabərdir Rho V-yə. Rho
sabit temperaturda dəyişmir. Bir alınan 2 alınan keçəndə görürsən ki, həcm azalır. Onda mənim kütləm də azalacaq. Cavab 2, 3 və 6 olacaq. Baxaq 9-a. Sabit həcmdə bir konstant doymuş su buxarının temperaturunu azaldanda nə olur? Baxın, sabit həcmdirsə bu zaman nə olacaq? V konstantdırsa, təzyiq də temperatur azalanda azalacaq. Ona görə burada təzyiq də azalacaq, sıxlıq da azalacaq. M də bərabərdir rho V-yə. Həcm sabitdirsə, sıxlıq azalırsa, kütlə də azalacaq. Ona görə cavab olur 1, 3 və 5. Baxaq test C-nin izahlarına. Deməli, VT diaqramda doymuş su buxarının, deməli, buxarın halının dəyişmə prosesi təsvir olmuşdur. 1, 2 keçid zamanı doymuş buxarın sıxlığı. T konstantdırsa, biz demişdik ki, P-roin dəyişmir. Onda sıxlıq da dəyişməyəcəkdir. Burada baxırıq ki, P sabit qalıbsa, mütləq temperatur sabitdir ki, temperatur sabit olanda dedik P-roin dəyişmir. Deməli, temperatur sabitdir, bunu bildik. Şimdi bərabərdir rho V-yə. Əgər təzyiq sabitdirsə, sıxlıq da sabitdir. Həcmdə nə olur? 2V0-dan V0 gəlir, yəni 2 dəfə azalır. Bunda mənim kütləm də 2 dəfə azalmış olacaq. Dəyişməz. Konsentrasiyanı soruşur, kütləni yox, üzr istəyirəm. Onda konsentrasiya da dəyişməyəcək. Bunu kütlə kimi görmüşəm. T sabitdirsə, P-roin dəyişmirdi. Y variantı. Yenə P sabitdirsə, burada mütləq şəkildə qeyd edirik ki, nədir? T konstantdır. Düzdürmü? İndi baxaq M-ə. M də nəyə bərabərdir? Rho V-yə. T konstant olanda P-roin dəyişmir, rho dəyişmir. V burada qrafikdən görürük ki, 1-2 keçidində artır, onda kütlə də artacaq. Cavab A variantı. Doymuş buxar bir haldan 2 halına keçdikdə onun kütləsi necə dəyişəcək? T konstantdır. T konstantdır. P-roin dəyişmir, onda M bərabərdir rho V-yə. Onda rho burada dəyişməyəcək. 1-dən 2-yə keçəndə həcm 3 dəfə azalıbsa, mənim kütləmdə 3 dəfə azalmış olacaq. Cavab B variantı. Sabit temperaturda T konstantdır. Doymuş buxar bir haldan 2 halına keçəndə. Görürük ki, burada əgər T konstantdırsa, P-roin dəyişmir. Yəni, sıxlıq dəyişməyəcək. 2-ni götürürəm. Baxaq kütləyə. M bərabərdir rho V-yə. Rho dəyişmir. Həcmim görürəm ki, artır, onda mənim kütləm nə olacaq? Artacaq. Onda 2, 3, təzyiq də dəyişməyəcək. Bir də 6. T konstant olanda P-roin dəyişmir, yəni sıxlıq, təzyiq, konsentrasiya dəyişmir. Kütlə isə burada sıxlıq sabit qaldığından həcm artır, onda kütlə də artır. Baxaq 6-ya. Sabit temperaturda, doymuş buxardan söhbət gedir. Doymuş buxar sabit temperaturda sıxılır, həcmdə soyudulur, sabit həcmdə qızdırılır. İndi baxaq. Sabit temperaturda sıxılır. Əgər T konstantdırsa, P-roin dəyişməməlidir və V azalmalıdır. Bu da B variantında var, baxın. P konstantdır, V azalır. Çünki sıxılanda həcm azalır. Sonra baxaq, sabit həcmdə soyudulur. Deməli, burada V konstant qalmalıdır. Soyudulursa, onda P də azalmalıdır, T də azalmalıdır. Onda bu C gedəcək bura. Qızdırılırsa, onun əksi olacaq. Y də getdi bura. B, C, Y. İndi baxaq 7-yə. Sabit həcmdə V konstantdır. V konstantdır. Qızdırılan doymuş buxarın. Soyudulan, İndi baxaq. Qızdırılan doymuş buxar. V konstantdırsa, deməli, burada nə olacaq? Sıxlıq artmağa başlayacaq. Qızdırılırsa, sabit həcmdə, deməli, doymuş buxarın sıxlığı artacaq. Qızdırılan doymuş buxarın sıxlığı artacaq. Soyudulan doymuş buxarın sıxlığı isə nə olacaq? Azalacaq əlbəttə ki. Getdi, B getdi. Və sıxlıq azalırsa, təzyiq də azalacaq. D də getdi bura. Qızdırılan sabit kütləli doymamış buxar. Burada doymamış buxardan söhbət gedir. Əgər doymamış buxar ideal qaz qanunlarına tabedir. Əgər mənim, baxın, əvvəldə həcmim sabit qalıbsa, doymamış buxar dedi ideal qaz qanununa tabedir. Onda mənim sıxlığım da sabit qalacaq. Porşenin altında maye onun doymuş buxarı var. Doymuş buxarın halını dəyişmə diaqramına əsasən uyğunluğu müəyyənləşdirin.
doymuş buxardan söhbət gedir. Əgər burada P sabit qalıbsa, düzdürmü? Onda mənim P rho N'im, yəni həm sıxlığım, həm konsentrasiyam, təzyiqim sabit qalmalıdır. Görək burada hansı var? Doymuş buxarın sıxlığı. Aha, 3-ə getdi B. Mənim sıxlığım avtomatik burada nə olur? Sabit qalır. Sonra baxaq M bərabərdir rho V-yə. Burada doymuş buxardan söhbət gedirsə, sıxlıq dəyişmir. Həcm azalırsa, kütlə azalmalıdır. Onda doymuş buxarın kütləsi azalacaq. A getdi bura. Sonra həcm də azalacaq. C də getdi bura. İndi baxaq. Sonra burada görürük ki, V azalır, sıxılır. Buxar mayeyə çevrilir. Ona görə burada mayenin kütləsi artacaq. Buxarın kütləsi isə azalacaq. Mayenin kütləsi də, həcmi də olacaq, artmış olacaq. Deməli, porşenin altında su və onun doymuş buxarı var. Sabit temperaturda D-ni konstant saxlayıb. Porşen K vəziyyətindən L vəziyyətinə keçəndə burada nə olur? Görürük ki, həcmi azaldılır. Həcmi azaldırlarsa, görürük ki, sıxırlar da. Onda sıxanda nə olacaq? Suyun kütləsi artmış olacaq da. Bundan başqa, T konstantsa, P rho N həcm nə qədər də dəyişsə, dəyişməyəcək. Ona görə də buxarın konsentrasiyası da dəyişməyəcək. 1 və 5. Düzgün cavabdır. Rütubət şeh nöqtəsi mövzusunun izahlarına başlayaq. Psixrometr vasitəsilə hansı fizik cəmiyyət təyin edilir? Psixrometrlə nisbi rütubəti təyin edə bilərik. Nisbi rütubət hansı cihazla ölçülür? Higrometrlə, psixrometrlə ölçə bilərik. Mütləq rütubətin vahidi rho bərabərdir N bölü V ilə tapılırdı. Yəni, qram bölünsün metr kubu C variantı. Deməli, havadakı su buxarının doymuş halda olduğu nisbi rütubət 100%'dir. Yəni, nisbi rütubəti 100% olanda havadakı su buxarı doymuş halda olur. Otaqda psixometr və psixometrin quru yaş termometrləri 30 Celsius'ini göstərirsə, hər ikisinin deməli temperaturları eynidir, 30 Celsius'dir. Bizə bilirik ki, nisbi rütubət quru və yaş termometrlərinin göstərişləri fərqi ilə tərs asılı. Çıxanda qalacaq 0. Yəni, bu məxrəc nə qədər kiçik olsa, nisbi rütubət bir o qədər böyük olur. Hər ikisi 30'u göstərirsə, deməli, nisbi rütubət 100% olacaq. Həcmi 50 kubmetr olan otaqdakı havada 800 qram su buxar var. Mütləq rütubəti tapın. Rho bərabərdir N bölü V-dən tapmalıyıq da. Bu da eləyəcək 800 bölünsün 50. 16 qram bölü metrin kubunu verir. Nisbi rütubətin hansı qiymətinə maye daha sürətli buxarlanır? Deməli, rütubət nə qədər az olsa, buxarlanma bir o qədər sürətli baş verəcək. Deməli, mütləq rütubət, yəni rho 12 qram bölü metrin kubudur. Və də 4 kubmetr olan havada su buxarının kütləsi N bərabərdir rho V-yə. Bu da mənə 48 qram bölünsün metrin kubunu verəcək. Psixrometrin quru yaş termometrlərinin göstərişləri fərqi azalarsa, yuxarıdakı məsələdə qeyd etdiyim kimi nisbi rütubət artacaqdır. Sonra, göstərişlər fərqi azalarsa, onda rütubət artır, havada olan su buxarının miqdarı da artmış olacaq. 1-4. Baxaq ona. Mütləq rütubət, nisbi rütubət. Faizli ifadə olunan nisbi rütubətdir. Psixrometr, deməli, nisbi rütubəti müəyyənləşdirir. Qram bölü metr kub olan vahidi mütləq rütubətdir. Havadakı rütubəti xarakterizə edən hər ikisidir. 4 getdi bura. Sonra, verilmiş temperaturda su buxarının doymuş buxardan nə qədər fərqləndiyini göstərən isə nisbi rütubətdir. Deməli, higrometrin göstərişlərinə əsasən aşağıdakı qeyd olunanları müəyyənləşdirin. Ölçmə həddi 100'dür. 100%. Xətanı tapanda böyük bölgüdən özündən kiçiyi çıxırsan, bölürsən cizgilərin sayına, elədi 1. Bir bölgünün qiyməti 1'dir. Xəta da bunun yarısıdır. Yəni 0,5 faizi. Buradan rütubət neçəni göstərir? Tam ortada da 55% göstərəcək. Bir bölgü dedik 1'dir. 50'dən sonra 5 cizgiyi bir də burada durub görürsünüz. Əqrəb. 55'i göstərir. Sonra fi bərabərdir rho bölünsün. Rho 0,100%. Rho bərabərdir M bölünsün V-yə. M də bərabərdir Q bölünsün elə. Yəni cavab rho və M-dir.
Dağlara baxaq. Müəyyən temperaturda havada olan su buxarının sıxlığı, yəni rhosu 15 qram böl metr kubudur. Nisbi rütubət 60% olarsa, doyan su buxarının, yəni rho sıfırın sıxlığı məndən soruşur. Biz də bilirik ki, fi nəyə bərabərdir? Rho bölünsün rho sıfır, rhosun 100%. Yəni 15 bölünsün rho sıfır, rhosun 100% bərabərdir 60%. Düzdürmü? Gəlin hesablayaq. 15 bölünsün rho 0 bərabərdir 0,6-ya. 0,6 rho 0-da 15-dirsə, bu böləndə eləyəcək 25 qram böl metrin kubu. Deməli, 14 Selsi temperaturda həcmi 30 kub metr olan havada 180 qram su buxarı var. Nisbi rütubəti hesablayın. Doymuş buxarın sıxlığında verib, rho 0-ı verib mənə 12 qram böl metrin kubudur. Gəlin, o bərabər M böl V-dən sıxlığı tapaq. 180 bölünsün 30. Bu da mənə verəcək nəyi? 6-nı. Düzdürmü? Fi də nəyə bərabərdir? Rho böl rho 0, bu rhosun 100%. 6 bölünsün 12, bu rhosun 100%. Bu da mənə 50% verir. Yəni C variantı. Baxaq 3-ə. Həcmi 50 kub metr olan otaqdakı havanın temperaturu 19 Selsi, nisbi rütubət 80%-dir. Otağın havasında olan su buxarının kütləsi məndən soruşur. Bax, həcmi veribdir, 50-dir. Nisbi rütubəti verib 80%-dir. Məndən su buxarının kütləsini soruşur. Doymuş buxarın sıxlığını da verib, rho 0-ı nə qədərdir? 16. Yazaq. Fi nəyə bərabərdir? Rho bölünsün rho 0, bu rhosun 100%. Burada rho-nun yerinə M böl V yaza bilərəm də. M bölünsün V, rho 0. Düzdürmü? Bu 100% bərabərdir fiyə. Digər verilənləri qoyaq yerinə tapaq. Burada məndən M soruşur. Aha. M bölünsün 50 vurulsun 16 bərabərdir 0,8-ə. Düzdürmü? Bu da mənə verəcək 640 qram. 640 qram. Cavab olur C variantı. Baxaq 4-də. Müəyyən temperaturda doyan su buxarının sıxlığı. Doyan su buxarının sıxlığı rho 0-dır. Bərabərdir 30 qram böl metr kubu. Havadakı nisbi rütubət 60% olarsa, havadakı olan su buxarının sıxlığı onu soruşur. Yenə fi bərabərdir rho bölünsün rho 0, rhosun 100%-lə tapılacaq. Rho bölünsün 30 bərabərdir 0,6. Buradan da rho-nu tapırıq. 18 qram bölünsün metrin kubu. 4 oldu A variantı. Baxaq 5-ə. Nisbi rütubətin hansı qiymətində psixrometrin termometrlərin göstəriciləri bir-birinə daha yaxındır. Bir-birinə daha yaxın olanda fərq az olur. Biz dedik ki, fi T quru çıx, T yaşına tərs asılı. Deməli, onda T quru və T yaş nə olacaq? Daha az olacaq da aralarındakı göstəricilər fərqi. Onda nisbi rütubət daha çox olacaq. Yəni, burada ən yüksəyi 80% olduğuna görə cavab olur B variantı. Baxaq 6-ya. Havadakı su buxarının verilmiş həcmində kütləsini 3 dəfə azaldanda nisbi rütubət necə dəyişəcəkdir? 3 dəfə azaltsaq nə olacaq? Deməli, rho bölünsün rho 0, rhosun 100%. Rho-nun yerinə M böl V yaza bilərəm. M bölünsün V, rho 0, rhosun 100%. Mən M-i azaltsam, mütləq rütubətdə azalır. Ümumilikdə onda nisbi rütubətdə azalmış olacaq 3 dəfə. Baxaq 7-yə. Sabit temperaturda havada olan su buxarının sıxlığı 4 dəfə azalanda nisbi rütubət necə dəyişəcəkdir? Deməli, su buxarının sıxlığı 4 dəfə azalarsa, onda nisbi rütubət də 4 dəfə azalacaqdır. Temperatur daha doğrusu 3 Selsi nisbi rütubəti 40% olan havadakı su buxarının sıxlığı. Baxın, deməli, fini verib mənə 40%-dir. Deməli,
Havadakı su buxarının sıxlığı Rho-nu məndən soruşur. Bax, fi də bərabərdir Rho bölü Rho 0 vur olsun 100%. Düzdürmü? İndi baxın. Rho bölünsün 6 bərabərdir 0,4'e. Bu da mənə 2,4'ü verir. Cavab C. Temperaturu 15 Selsi, nisbi rütubəti 30% olan havadakı su buxarının sıxlığı. Necə baxaq. Rho bölünsün, doymuş su buxarının sıxlığı 10 bərabərdir 0,3'e. Bu da mənə Rho-nu nəyi verir? 3 qram bölü metrin kubun verir. D variantı. Psixrometrin quru və yaş termometrlərin göstərişlərinə əsasən psixrometrik cədvəldən istifadə edərək havanın nisbi rütubətini hesablayın. Ki, baxaq. Deməli, T quru 20'ni göstərir. T yaş 15'i göstərir. T quru çıxılsın T yaş nəyi verdi mənə? 5'i. Quru və yaş termometrlərin göstərişləri fərqi 5'də işarələdim. Quru termometrimdə 20'ni göstərirdi. İndi mən bunları kəsişdirməliyəm. Neçəni verəcək? Deməli 59. 59'da bu. 59'u vermiş olacaq. Biz onları belə kəsişdirib nisbi rütubət tapa bilərik. İndi görün burada nə deyir? Yaş termometrin göstərişi 18'dir. Quru və yaş termometrlərin göstərişləri fərqi isə T quru çıx, T yaş isə 4'dür. Gətirək qoyaq yerinə tapaq ki, T quru nə qədər eləyir? T quru eləyir 22. İndi deyək ki, psixrometrik cədvəldən istifadə edərək nisbi rütubəti tapın. İndi baxaq. Göstərişlər fərqi 4 işarələdim. Quru termometrimdə 22. Kəsişdirəndə neçəni verir? 68% verir. Cavab D variantı. Psixrometrin yaş termometri 11 Selsi, quru termometri isə 14'dür. Deməli, T quru çıxılsın T yaş. Mənə nəyi verdi? 14 çıxılsın 11, 3'ü. 3'ü verdi. Psixrometrik cədvəldən istifadə edərək nisbi rütubəti hesablayın. Quru termometrim 14. Kəsişdirdim, neçəni verdi? 70%. 12 oldu A variantı. Baxaq 13'ə. Nisbi rütubət 60%. Temperatur 14 Selsi olan havadakı su buxarının sıxlığını hesablayın. Fi bərabərdir Rho bölü Rho 0 vur 100%-də. Rho bölünsün, doymuş su buxarının sıxlığı 12'dir. Bərabərdir 0,6'ya. Buradan Rho-nu tapırıq. Olur 7,2 qram bölünsün metrin kubu. Həcmi 6 kub metr olan otaqdakı havanın temperaturu 19 Selsi. Nisbi rütubət 80%'dir. Otağın havasında olan su buxarının kütləsi 30 qramlarsa doymuş buxarın sıxlığı. Bax, fi nəyə bərabərdir? Rho bölü Rho 0 vur olsun 100%. Düzdürmü? Məndən doymuş su buxarının sıxlığını soruşur. Onda Rho-nun yerinə nə yaza bilərəm? M bölünsün V. Necə baxaq? Deməli, 30 qram, həcm 6, Rho 0 bərabərdir 0,8'e. Düzdürmü? 30 da bərabərdir 4,8 Rho 0. Rho 0 da bərabərdir 6,25. Deməli, 14 getdi. Müəyyən temperaturdan 5'ə baxaq. Müəyyən temperaturda olan su buxarının sıxlığı, yəni Rho 30 qram bölü metr kubudur. Nisbi rütubəti verib 60%. Doymuş su buxarının sıxlığı. Yenə fi bərabərdir Rho bölü Rho 0 vur 100%. 30 bölünsün Rho 0 bərabərdir 0,6. 0,6 Rho 0 da 30'dursa, buradan Rho 0'ı tapırıq. Nə qədər eləyir? 50. Sonra keçək 16'ya. Görək nə deyir. Mütləq rütubətin havanın həcmindən asılılıq diaqramında verilmiş nöqtələrə uyğun su buxarının kütləsi M nəyə bərabərdir? Rho V-yə. Baxın, M harda böyükdürsə, Rho da böyükdür, V də böyükdür. Baxın, Rho-nun böyüyü M-in böyüyü, V-nin böyüyü daha doğrusu 3'dədir. Deməli, ən böyük 3'dədir. Artan sırayla nə dediyinə görə 3'ü yazırıq. 1 ən kiçikdir. 2 ortadır, 3'dən böyük. Cavab 1, 2, 3 olacaq. Sabit temperaturda havadakı su buxarının parsial təzyiqi 20% artsa nisbi rütubət təzyiq deyir. P bölünsün. P0 vurulsun 100%, düzdürmü? Parsial təzyiqin 20% artmaq o deməkdir ki, 100'üymüş 20% artıb olub 120%. Yəni 1,2 dəfə artıb. Onda mənim fi də
1,2 dəfə, yəni nisbi rütubətim də artmış olacaq. İndi baxaq 2-yə. Su buxarının parsial təzyiqi eyni temperaturdakı doymuş su buxarının təzyiqindən 30% azdır. Yəni P 0,7 P0-a bərabərdir, düzdürmü? Bundan nisbi rütubət P bölünsün, P0 vurulsun 100%-dir. Yəni 0,7 P0 böl P0 vur 100%. Bu da 70% verəcək variantı. Temperatur sabit qiymətinə, daha doğrusu havadakı su buxarının sıxlığı 50% artsa, nisbi rütubət rho bölü rho 0 vur 100%-dir. 50% artmaq o deməkdir ki, 1,5 dəfə artıb. Onda rho da 1,5 dəfə artar, cavab B variantı. Sonra 11 Selsi temperaturda həcmi 2 kub metr olan havanın tərkibində 10 qram su buxarı olarsa, nisbi rütubət nə qədər olar? Rho bölü rho 0 100%. Rho'nun yerinə yazaq, n bölünsün V rho 0 vur 100% yazaq. Düzdürmü? M-in yerinə nə yazaq? M nə qədər verib? 10 qram verib, V-ni 2 verib, rho 0 verib 10 vur 100%. Bu da mənə nəyi verir? 50% verəcək. C variantı. Baxaq 5 turda. Havanın nisbi rütubəti 80%-dir. Temperatur 15 Selsiyə qədər aşağı düşsə, havanın hər bir kub metrində şeir şəklində nə qədər deməli su ayrılar. Baxaq, yazırıq. Rho bölünsün. Deməli 20 Selsidə 17-dir. Doymuş su buxarının sıxlığı. Vurulsun 100% bərabərdir 80%-ə. Düzdürmü? Onda yazırıq. Rho bölü 17 bərabərdir. Onda 8. Buradan rho-nu tapsaq, 17 vurulsun 8 bölünsün 10. Bu da 13'dan onda 6-nı verəcək. Düzdürmü? İndi bax, indi temperatur 15 Selsiyə qədər düşür. Deməli 15 Selsidə doyan su buxarının sıxlığı 13 qram böl metrin kubudur. Ancaq 20 Selsidə 13,6-dır. Onda mənim delta M-im nəyə bərabər olacaq? 13,6 çıx 13. Yəni 0,6 qram. Cavab olur D variantı. Baxaq 6-ya. Deməli, həcmi 100 kub metr olan otaqda havanın mütləq rütubəti, yəni rhosu 5, V-si də 100. Deməli, həmin otağa əlavə olaraq 500 qram su buxarlanırsaq, mütləq rütubət nə qədər olar? Bax, buradan M nəyə bərabərdir? Rho V-yə. Yəni 5 vurulsun 100, elədi 500. 500 qram, düzdürmü? İndi deyir ki, həmin otağa əlavə 500 qram da əlavə eləyək. Onda olacaq nə qədər? 1000. 500-dən 1000-ə gəldisə, kütləm 2 dəfə artdı. Rho da bərabərdir M bölünsün V-yə. Otağın həcmindən işimiz yoxdur. V sabitdir. Əgər M 2 dəfə artırsa, onda rho da 2 dəfə artır. Cavab olur B variantı. Müəyyən temperaturda doyan su buxarının sıxlığı mütləq rütubətdən 25% çox olarsa, nisbi rütubəti hesablayın. Deyir ki, doyan su buxarının sıxlığı, yəni rho 0 mütləq rütubətdən 25% çoxdur. Məsələn, 100 imiş, 25% çox olanda olacaq 125%. Onda 1,25 rho şəklində yaza bilərik. Onda fi bərabərdir rho bölünsün rho 0 vurulsun 100%-ə. Düzdürmü? Onda yazaq rho bölünsün 1,25 rho vur 100%-ə. Deməli, gəlin bölək. Bu da bizə neçəni verəcək? 80% verməlidir. Olacaq 80% D variantı. Baxaq 8-ə. Sıxlığı 23 qram böl metr kubu olan doymuş su buxarı K halından L halına keçdikdə ayrılan suyun kütləsini qramdan hesablayın. Bunu verib 23, V1-i 3, V2-ni 1 verib. Onda delta M nəyə bərabərdir? Rho delta V-yə. Rho V2 çıxılsın V1. Daha doğrusu V1 çıxılsın V2. Bərabərdir. 23 vurulsun 3 çıxılsın 1. 2, bura 2 elədi. Buranda olacaq 46 qram. Qramdan istəyirdi, elə bizdən də cavabı. Cavabı da 46. 21 Selsi temperaturda havadakı su buxarının parsial təzyiqi 2 kilopaskaldır. Həmin temperaturda doymuş su buxarının təzyiqi, yəni P0, parsial təzyiqdən 25% çox olarsa, nisbi rütubəti soruşur məndən. Baxın, 25% çox olmaq o deməkdir ki, 1,25 P-dir. Onu da gəl vuraq.
tam 125 vurulsun 2 vur 10 üstündə 3. Bu da nəyə verəcək mənə? Bəli, 2 tam onda 5, 10 üstündə 3. Düzdürmü? Gəlin nisbi rütbət tapaq. Fi də bərabərdir. P bölünsün P0 vurulsun 100%. Yəni 2 vur 10 üstündə 3. 2 tam onda 5 vurulsun 10 üstündə 3 vur 100%. 10 üstü 3'ləri ixtisar apardım. Onda nə qalacaq? 0, 5 yaparsam 5, 5 4 olacaq 80%. Nisbi rütbət oldu 80%.